Cəbrayıllardan olsaydı yəqin ki, bunlar üçün də maraqlı olacaq. Burada varsa buyurun. Buyurun, gəlin də zəhmət olsun Cəbrayıl. Çox tanınmış. Bəli. Xahiş edirəm, hə. Hacı Qaraman ocağı. Mən əminəm ki, Cəbrayıllar üçün də çox maraqlı. Bu Cəbrayılın ümumiyyətlə Azərbaycanın ən məşhur ocaqlarından biridir. Yəni Çələbi nəsli. Təkcə bizim rayon yox, Qarabağın, deməli bütün Azərbaycanın hər yerindən, hətta bizim vaxtımızda Gürcüstandan belə o ocağa gələnlər olur. Amma bu dağıtlıqlar yəni. İndi yox, gəlirmişlər, indi necədir? Hər yeri dağıdıblar, olduğu kimi qalır. Qalıqları qalır, buna dəyməyiblər. Çünki onların da müəyyən buna bir inancı var idi ki, o bir ziyarətgahdır, ona görə ona çox dəyməyiblər. Bunlar da Türkiyədən gəlmir. Mədəniyyət son layihələridir və son layihələr çərçivəsində biz həqiqətən kəşf elədik ki, böyük dəyərli bir xəzinə var. Yəni Azərbaycan mənzərələri, hadisələri, tarixi prosesləri, şəxsiyyətləri ilə bağlı ciddi böyük bir arxiv yığıblar. İlk dəfə işığımızı görürük. Hə, bəli, onlar heç yerində təqdim edilməyən. Burada misal üçün bir əsərini göstərəcəklər. Biz 5-ci ildə çəkdik.